rəyçilərindən biri bugün bizim məclisimizdə iştirak edir. Çox hörmətli, deməli, Elçin Mehrəliyev, filologiya elmləri doktoru. Və böyük məmnuniyyətlə sözü Elçin Mehrəliyev. Sabit Axasının 5 il şöbədə işləmişik, 5 il diplomatda əyləşmişik. Və mən onun insan kimi, bir alim kimi, xüsusiyyətlərlə, keyfiyyətlərlə xeyli bələd olmuşdur. Əsasən, onun yaradılışı şəxs kimi, onun yaradıcılığı ilə şəxsiyyəti arasında münasibət. Çox vaxt belə söhbətlər düşür və müxtəlif fikirlər səslənir. Sadə xanımda şəxsiyyətlə yaradıcılıq bir tamamlanır. Və qovuşuqda, tamlıqda ən çox özünü göstərən cəhət özünə güvəncdir, özünə inanır. Özünə bir alim kimi dəyər vermək xüsusiyyəti. Bu keyfiyyət burada çox yüksək. Və bu keyfiyyətdən doğaraq o ən müxtəlif mövzularda tədqiqatlara, özünə inanır. O məsuliyyəti öz üzərində hiss edir. İkinci bir tərəfdən o çox sakit təbiətli, mehriban təbiətli bir insan xarakteri təsiri bağışlasa da elmi mübahisələrdə və yaxud bir alim kimi öz mövqeyini ortaya qoymaq, öz kəskin sözünü demək bacarıqla bağlar. Sadə xanımın təqdim olunan, müzakirə edilən kitabı haqqında danışanda mənim dediyim sözlər öz təsirini var. Təsəvvür edin ki, 30 il ərzində Azərbaycan xalqı öz torpaqları üçün bir həsrət dövrü yaşadı. Və bu misalda Azərbaycan ədəbiyyatı, Azərbaycan xalqının o Qarabağ həsrəti ilə yaşadı. O xalqın bir səngərdə oldu və çoxlu sayda əsərlər yaradı. Müxtəlif janrlar, müxtəlif səhkilərdə əsərlər yaradı. Sadə xanım Azərbaycan ədəbiyyatının böyük hissəsini təşkil edən Qarabağ mövzusunda yaranan ədəbiyyatın əhəmiyyətli dərəcədə bir hissəsini, böyük hissəsini bu kitabla tədqiqatı cəlb edir. Onun zəhmətkeşliyinə baxın. Bir yazıcının, yaxud şairin, dramaturgun bir əsər haqqında söz demək üçün o əsəri bir də oxumaq lazım. Hətta bu da azlıq edir. Gərək o sənətkarın bir yaradıcılığı ilə tanışdığın olan əsərlərini oxuyasan ki, biləsən ki, sən sənətkar haqqında, onun yaradıcılığı haqqında nə deyirsən? Və öz kitabı təhlil edərkən hansı mövqədən çıxış edə bilirsən, hansı qənaətə gəlirsən. İndi bu kitabda görün nə qədər əsər təhlil edilir. Və bu mənada nə qədər əsəri mütaliə etməlidir, təhlil etməlidir və s. Ümumiyyətlə, zəhmətkeşlik, istedad, məsuliyyət Sadə xanımın ən yüksək yaradıcı keyfiyyətlərdən, insani keyfiyyətlərdən, bir alim kimi keyfiyyətlərdən. Sadə xanımın kitabının birinci ildə də axırıncı, bundan əvvəl bundan da qalın əhəmiyyətli kitablar nəşr etdirmişdir. Mən Sadə xanıma uğurlar arzu edirəm. Sadə xanıma təşəkkürü bildirirəm. Kitabda mənim 90-cı illər romanını da təhliləcəm. Və ilk təhlil olunan, təhlil edən və obyektiv söz deyən tənqidçilərdən biri olur. Ümumiyyətlə, ədəbi proses, o vaxt şöbənin adı ədəbi proses gedir, müasir ədəbi proses. Sadə xanım yaradıcılığının əsas hissəsini yeni yazılan, oxuculara yeni təzəcə təqdim olunan əsərləri təhlilə cəlb etmək, bir ədəbiyyat şurasını onu dəyərləndirmək, onun qiymətini vermək çox çətin məsələdir. Qabağa düşmək, içinə olaraq söz demək böyük məsuliyyət tələb edir. Sadə xanım can sağlıqda uğurlar arzu edir.